müəllimə. müəllimə? İcma Yox, soruşulmadı, yox. eləmi? Hə. Nə sualları verdilər müəllimə sizə? Deyin Elə sizə müəllimlərə. yazdığım suallar. Hə. Uşaqlara gözlənilən vaxtı verirsinizmi? Sizə Bax, siz yazmışdım həmin mənim sualları. sizdən hər dəfə soruşduğum suallar. Hə. Sonra Yaxşı yazmışdım sizə. şagirdi, yaxşı Valideyn şagirdə. sizdən qiymət tələb edərsə nə edərsiniz? Baxın, o məndən soruşdular. Hə. Onu mən dediyin kimi izah elədin müəllimə. Hə, müəllimə, siz deyən kimi. Hə. Sizdən danışdım, mən sonra girdim imtahana. Elə həmin sualı mənə də verdilər. Hə, qəşəng. Bəs deyə Allah soruşdu köməyiniz olsun. sizdə o yaxşı şagirdi necə? Yox, yox, onu mənə vermədilər, onu məndən əvvəl görənlərə vermişlər. Hə, deməli fərqli olub da. Yəni onu vermişlər, sizə də başqa sual veriblər. Məndə heç 5 dəqiqə Sarı çəkmədi. eynidir müəllimə. Necə? Necə? Günün sualı eyni oldu. Yəni sizdən əvvəlkilərdən Demək olar ki, eyni idi. Hə, o Müəllimə əladır. bir nəfər olur, yoxsa bir neçə 2 nəfər, sual bir verir? direktor, bir də psixoloq. Ha. Hə, 2 psixoloq nəfərdir. sizə sual vermədi. Yox. Ancaq direktor idi mən sual verən, psixoloq da baxırdı. Siz nə bildiniz ki, o direktordur? Yəni adətən elə deyirlər də müəllimə ki, sual verən direktor olur, baxanda psixoloq olur. Elə Hə. olmur. Mən elə Hə, bilirəm. hə. Hə, yox, ola da bilər, olmaya da bilər. Hə, amma sual vermir. Psixoloq sual vermir adama. Müəllimə, nə bildiniz bəs keçməyinizi? Onu nədən bildiniz? Keçdiniz dediniz, yoxsa hansı kimi ifadələr Yox, dedilər çox sağ olun. Təqdim etməyimə görə mənə təşəkkür etdilər. Dedim mən sağ olun. Təqdim Biz çıxanda etməsi Nigarın sağollaşdılar. partladı be. Nigarın təqdim etməsi partladıbdı. Müəllimə, indi siz Sizin- bugün bizdən təqdim etməni soruşacaqsınız, eləmi? Hə, soruşacağam. Soruşacağam. Nigar şeirlə falan deyib təqdim Hə, etməsini. axırda sizə Xoşlar. dediyim şeirlərdən də dedim. Hə. Təqdim etməyimə görə sağ olun, təşəkkür etdilər mənə. Hə, Sağ olun. vəsyo. 38-40 balım var Nigar. Elə o təqdim etmə, İnşallah. elə o təqdim etməyə görə heç səndən icmalıda soruşmayıb. Deyib da bu cür təqdim etməli olan eləyənin göründü icmalı nə formadadır. Da sən orada partlatmısan ha Nigar. Sağ olun, Allah köməyiniz olsun. Siz də sağ ol canım mənim. Uğurlarınız bol olsun. İnşallah sağ əliniz bu bir müəllimlərin başına. Balınız Amin. çıxandan balınızı mənlə mütləq bölüşürsünüz Nigar. Mənim Deyəcəm maraqlıdır müəllimə, sənin balın. deyəcəm. İnşallah mütləq şəkildə. Belə müəllimlər, təşəkkürlər Nigar müəllimə. Uğurlarınız bol olsun canım Sağ mənim. olun, sağ olun. Sağ olun. Deməli müəllimlər, bu gün mən sizdən təqdim etmədə soruşacağam maksimum dərəcədə, həm özünüzü təqdim etmə. Çünki sizin 2-ci, 4-cü gün, yəni 4-cü gün sizin son dərsinizdir. Sizlə belə eləyək. Bu gün sizdən təqdim etmə soruşum. Sabahlar 4-cü gündə icmalınızı soruşaq. İndi bu gün görək nə vaxta nə qədər çatıra biliriksə, ola bilər çatar vaxtımız. Nigarın nə? Təbrik edirəm. Hə, biz də təbrik eləyirik. İnşallah ballar çıxsın, daha rahat olaq. Bilək ki, neçə bal aldı. Hə, deməli, müəllimlər, baxarıq. Vaxtımız çatar, təqdim etmə eləyən müəllimlərdən icmalarını da soruşaram. Belə. Gəlin onda başlayaq dərsimizə. Deməli, Vüsalə Aslanzadə burada. Sevinç Hüseynova. Sevinç müəllimə yeni gəlib. İstəyirsiniz dincəlin, birazdan soruşun müəllimə sizdən. Valla problem yoxdur. Siz oturmuşam kuxunada, fərqi yoxdur. Heç təqdim etmədim. Soruşan, deyə bilərəm. Necə Hə. istəyirsiniz? Hə, eybi yox müəllim. Elə sizdən onda başlayaq, sizlə Bir başlayaq. şey soruşum sizdən. Günlər xanım, orada sertifikasiya balını deməyə ehtiyac var ya, yoxdur? Əlbəttə 50 plusun varsa mütləq deyil. Əlbəttə. O vaxta görə deyirəm. Bu onda mən deyim görək necə olar. Çünki əvvəldə deyəndə qorxuram ki, vaxtım çatmıyor. Ona görə biraz aşağı salmışam onu ki, vaxtım çatsın da. Niyə onu Onlar da yuxarıda, eləmişik. onu niyə yuxarıda qeyd eləməmsən ki? O Əvvəldə eləyirdim. Əvvəldə demirəm vaxtım çatmaz. Nəsə o da psixologiyada yəqin ki. Yaxşı eləyim baxaq. Aha, buyurun, buyurun. Mən Hüseynova Sevinç Xansen qızı 1968-ci ildə Kürdəmir rayonunda anadan olmuşam. 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, Kürdəmir şəhəri 3 nömrəli orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyətə başlamışam. Fəaliyyətimi Bakı şəhəri
227 nömrəli tam orta məktəbdə düz demədim. Bir də başlayım. Biabır olduq. Tuxma özün göstərdi, keçdim evə. Başlayım. Hə. Hə. Mən Senal Sevinç Xansen qızı 1968-ci ildə Kürdəmir rayonunda anadan olmuşam. 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, Bakı Kürdəmir şəhəri 3 nömrəli orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyətə başlamışam. Fəaliyyətimi 2007-ci ildən etibarən Bakı şəhəri 227 nömrəli tam orta məktəbdə davam etdirirəm. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi sertifikasiya imtahanından 56 balla uğur qazanmışam. Mənim bir epiqrafım var. Könül verdiyin iş ucaldar səni, könül vermədiyin qocaldar səni. 35 ildir ki, müəllim işləyirəm, işimi sevirəm, uşaqları sevirəm, şagirdlərlə işləməyi sevirəm. Bu illər ərzində yüzlərlə şagirdlərin təhsil almasında, onların inkişafında və dünya görüşün formalaşmasında həvəslə iştirak etmişəm. Şagirdlərin bilik yarışmalarında, vətən olimpiyadalarında yüksək nəticələr göstərmişlər. Yeniliyə meyilliyəm. Bu illər ərzində interaktiv təlim metodlarına istifadə edərək şagirdlərin bilik bacarıqları yiyələnməsi və onların milli bəşəri dəyərlərə məxsus şəxsiyyət kimi formalaşmasında biliyimi və bacarığımı əsirgəməmişəm. Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə mütəmadi iştirak edir və orada öyrəndiklərimi dərslərimə tətbiq edirəm. Dərslərimi şagird yönümlü planlaşdırır və təlimin müasir metodlarına uyğun təşkil etməyə üstünlük verirəm. Bu illər ərzində məktəb rəhbərliyi tərəfindən mütəmadi olaraq təşəkkürnamələrlə tərtib olunmuşam. Birinci kursda oxuyarkən belə bir şeir yazmışdım. Müəllim olacam, bir sinif, bir mən. Bir də uşaqların məsum çöhrəsi mənim əllərimlə yazılacaqdır. Neçə-neçə ömrün ağ vərəqəsi. İndi isə deyirəm, müəllim olmuşam, bir sinif, bir mən. Bir də uşaqların məsum çöhrəsi mənim əllərimlə yazılmışdır. Neçə-neçə ömrün ağ vərəqəsi. Diqqətinizə görə təşəkkür edirəm. Hər dəfə bu şeiriniz məni duyğulandırır müəllimə. Həqiqətən çox qəşəngdir. Amma elə bilirəm artırmısınız müəllimə. Bilmirəm mənə elə Yox, gəldi. Artırmamışam. Əslində, yox, 2 dəqiqəni keçmədi. Hardasa 1 dəqiqə 40 neçə saniyə, 1 dəqiqə 50 saniyə, bax belə olur. Hə, 1:40 olsa daha yaxşıdır müəllimə. Çox olmasın ki. Ona görə dedim ki, sertifikasiya sözünü orada deyim ya yox. Çünki mən orada yazıca gəlirsə demişdim ki, Günlərə müəllimə, demişdim ki, lakin bu məni qane eləmir, çünki hədəfim 60 baldır, növbəti sertifikasiya imtahanında hədəfimə çatmaq üçün əlimdən gələni əsirgəyəm. Mən onu çıxartdım. Çünki ona hardasa düz 2 dəqiqə olurdu. Hə, yox. Hələ yenə də bir dənə də cümlə çıxarsan oradan, onu istəyirəm ki, sizi onlar ona qədər dinləsinlər ki, o şeiri orada deyə biləsiniz. Nəyi çıxardaq? O yuxarı hissələrdən oradan nə isə görün, hansı bir dənə cümləni. Bir dənə əvvəl səs yazma eləyin müəllim onu. Dəqiqəsinə baxın. Ondan sonra əgər Mən eləmişəm. Yaxşı, bir də eləyərəm, məşq eləyib istədiyərəm. Hardasa elə 1 dəqiqə 40 neçə saniyə. Maksimum 1 dəqiqə 50 saniyə edir. Hə, çoxdur da müəllim. Fikirləşirəm səni dinləməzlər sona qədər. Sona qədər. Salam. Salam müəllimə. Ona görə deyirəm. Amma necədir müəllimə? Qəşəng. Yəni yaxşıdır. Təqdim etməniz qəşəngdir müəllim. Həqiqətən. Biz ona görə deyim, bəlkə sertifikasiyanı axıra salım, uzaqbaşı olmasa o çıxardım, amma o mən nə biləcəm ki. Yenə Serovna şeydir də müəllimə. Bəs o şeirlə bitirəsiniz, o sertifikasiya ilə bitirməyəsiniz ki. Yenə şeirlə bitirəsiniz. Sevinç müəllimə, sizdə vaxt açıqdır? Yox, hələ açıqlanmayıb. Ayın neçəsində, müəllimə, ayın neçəsi yox ey. Nəyi soruşurdum sizdən? Nəyisə soruşmaq istəyirdim sizdən, unutdum onu. Eybi yox, qoy yadıma düşəndə deyərəm müəllimə. Siz onu dəqiqəyə vurub hesaplayarsınız. Hesaplamaq yox, dəqiqəyə təqdim eləyin, dəqiqə ilə yazın. Mən siz üçün söz atarım, onda bilinəcəkdə neçə dəqiqə, neçə saniyə. Hə, eləyə bilərsiniz müəllimə. Eləyərəm. Oldu Təşəkkürlər müəllimə. Təşəkkürlər. Sizə təşəkkürlər müəllimə. Allah razı olsun. Yeganə Sadıqova burada. Bəli. Yeganə müəllimə təqdim etmənizi dinləyim. Salam vermədiniz. Salam müəllimə. Salam, eybi yoxdur, narahat olmayın müəllimə. Təqdim etmənizi dinləyim. Salam müəllimə. Salam.
Deməli, mən yeganə müəllim Sadıqova, Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olmuşam. İlk təhsili 1990-95-ci illəri əhatə edir. Azərbaycan Texnologiya İnstitutunu bitirmişəm. Müəllimliyə olan həvəsim sayəsində 2000-ci ildə Gəncə Müəllimlər İnstitutunun yenidən hazırlanma və ixtisas dəyişmə fakültəsinə daxil olub 2001-ci ildə bitirmişəm. Hal-hazırda Şəmkir rayonunun Mirzə Məmmədov adına Dəllərcəyər kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətimi davam etdirirəm. 27 illik pedaqoji fəaliyyətim var, coğrafiya fənnini tədris edirəm. Bu illərdə bir çox təlim və kurslarda iştirak edərək mükafatlar və sertifikatlarla təltif olunmuşam. 2025-ci ildə Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanında uğurlu nəticə əldə edib müsahibə mərhələsinə keçid almışam. Yeniliyə açıq müəlliməm və öz üzərimdə işləməyi sevirəm. Bir müəllim kimi məqsədim vətənimizə, cəmiyyətimizə yararlı şəxsiyyət yetişdirməkdir. Müəllim təkcə təhsil verən deyil, müəllim şagirdlərinin yolunda işıq saçan bir mayaqdır. Deməli, ümid edirəm ki, bugünkü müsahibə mərhələsində də sizin rəyiniz nəticəsində uğur əldə edərəm və sevimli peşəmi sevimli şagirdlərimlə davam etdirərəm. Məni dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Qəşəng. Alqış. Bilməm, Alqış. həyəcan var idi, bilmirəm yoxsa yox. Səncə var idi? Səndə var idi həyəcan? Elə heç eləmədim, indi ola bilər. Yox, heç səsinizdə də hiss olunmur müəllimə. Hiss olunmadı. Orada nə qədər də desən ki, yoxdur, az da olsa olacaq. Əsas odur ki, olması önəmli deyil. Əsas onu idarə etməyinizdir. Yəni o həyəcanı o qarşı tərəfə ötürməməyinizdir, hiss etdirməməyinizdir. Yəni bunu bacarsanız əladır. Ona görə narahat olmayın. Yaxşı. Təşəkkürlər yeganə müəllimə. Sağ olun, çox sağ olun. Könül Müəllimə, zikirləri- sabah da fizikaların imtahanıdır. Bugün kimyaların imtahanıdır, sabah da bizim imtahanımızdır. Hələ kimyalar onsuz da hamısı getməyib, hələ hissə sabahdır sizin imtahan. Bəli, 17-sidir. Hansı müəllim? Ramdə müəllimdir. Ramdə müəllimə sabahdır eləmi sizin imtahan? Bəli, bəli, bizimki sabahdır. Müəllimə, hansı bölgədəsiz? Bakıya nəsə gəlmir, oğlum. Mən Tovuzdanam, Qovlardan. Ramdə müəllimə, sizdən təqdim etmə almışam da. Alırsınız, bəli müəllimə. İcmalınıza da hazırsınız. Bəli, icmalıma da hazıram. Bir dənə qeyd edeyim, sizi indi danışdıraram bu dərsdə. Sabah imtahanınızdırsa. Ramidə. Bəli müəllimə. Aha, yaxşı. Salam müəllimələr. Günlər müəllimə, məndə də sabah imtahandır. Bugün danışdırarsınız yəqin ki, indi. Hamını danışdıra bilməyəcəm Samir axı. Bu qrupun dərsi də çoxdur müəllim. Hansı müəllimdir? Samirə müəllimə Abbasova. Sabah da mənim də imtahanım. Müəllimə, sizdən axı mən soruşmuşdum. İcmalı soruşmadınız, xeyr. Keçən səfər də dediniz gözləyim, sonra dediniz yoruldum, tabaq çatmadı, qaldı. Müəllimə, söz verməyim. Bir dənə, onda elə bir neçənizi indi danışdıraram. Axşam 8-də dərsiniz olacaq da orada Var, sizin. Bizim qrupa dərsiniz. axşama da var. Axşam, siz elə məncə, Samirə müəllimə, axşam qruplarında varsınız, siz axşamki dərsdə elə siz öz dərsiniz. Elə öz dərsinizdə danışdıraram sizi. İcmalınızı danışdıraram. Bir də müəllimlər, siz neyiniyim? Bax, mən digər müəllimləri də kimləri danışdırıramsa, elə olanda oradan o təqdim etməkdən, onlara nə deyirəmsə, necə izah verirəmsə, özünüz üçün qeydlər götürün. Çünki bir də görürsünüz, olmur da, alınmır, vaxt çatmır, hamı birdən üst-üstə düşür deyə imtahanlarınız. Hamını çatıra bilmirəm. Həm o qrupun müəllimlərini danışdırmalıyam, həm sizi. Amma da hər tərəfli sizə izah vermişəm. Hər tərəfli videolar, material qrupundakı maşallah hər şeyimiz var. Nə qaranlıq qalsa da yenə də soruşun. Mənim bir dənə icmalda mənim narahatlığım, belə narahatlığım. Mən sizə danışsam elə biləm onu ürəklənərəm. Bu məktubda tadım qalmayıb ki, tutub danışmıyorum. Belə danışsam nətər olar, belə danışsam necə olar? Ay müəllimə, sizə qurban. Nədir ixtisasınız? Fizika. Müəllimələr bezdi bir mənim məktəblərimdə Allah haqqı.
Narahat olmayın ay müəllimə. Keçərsə. Mən bu sizə verdiyim icmalları metodist baxıbdı. Deyir sinifdə hansısa müəllim idi, mənə yazmışdı, məndən icmal istəyirdi. Hə baxıbdı, dedi ki, bilmirəm, deyəsən bizim müdavimlərdən idi. Metodist gəlibmiş, deyir bir baxıb icmallara, dedi ki, müəllimə, deyir sizin verdiyiniz icmalı bir dənə göstərdi ki, bax bu icmal düzdür, deyir, bu birlər yox. Orada meyarlar falan doğru şəkildə qoyulmuşdu. Deyir bir dənə sizin icmalı dedi ki, bax bu icmal doğrudur bir dənə. O da mənə yazmış. Bizdə də metodist gəlib məktəbə təzə təyin olubdu. Ona da danışdım mən, nətər danışacağam deyə mövzun birini. Dedi düzgündür də, amma yenə də nə bilim sizə danışaram istəyirəm siz Yaxşı. deyəsiz onda rahat olun. Yaxşı. Müəllimə, bu Mən nəyə almaq istəyirəm? iş forması yoxdur axı. Harda? 5Y modelində. Müəllimə, sizdə hansısa dərslik dəyişib fizikada? 7-8 bəli. Bəli, 7-8 bizdə dəyişib. Onda mövzular köhnə mövzulardır, 9-10-11. Çünki dərsliklər indi gəlib də, o baxımından o sizin üçün 5Y modelinin olmamasının problemi olmayacaq. Hələ dərsliklər, o kitabla dərs keçmisiniz keçən il? Heç bizə Yox. keçən 7-ci sinifdən keçmişik, 8 təzə gəlib. Hələ bu il gəlib də, bizə də bu il gəlib. 5Y modellə desəm olarmı? Müəllimə, bu indi məsələn 9-cu sinifdir məsələn mövzuma. Götürmüşəm icmalını. 5Y-nin Yoxsa niyə məsələn- olmasın? Müəllimə, Hə, orada çünki inteqrasiya yoxdur. Sadəcə o inteqrasiyanı biz fən daxili deyə bilərik. Amma Yox, ki yox. bu iş suludur, iş formasıdır. Bunların adını çəkməyə də bilərik də o 5Y modelinə görə. müəllimə, siz ora nə çatmırsa özünüz əlavə də eləyə bilərsiniz. Əgər mövzunuzu hər hansısa inteqrasiya eləyirsinizsə, orada inteqrasiya yoxdursa, bir dənə hansına inteqrasiya eləyirsiniz, yazın ora. Bizdə Yəni, müəllimə dedi yazın. ki, metodist. Hə. Metodist dedi, siz dediyiniz kimi də müəllimə. Elə bu dedi ki, elə bil orada dərsi danış, icmalı sinifdə elə bir dərs keçirsən də. Bax mən o qayda ilə danışdım ki, alt standartım budur, mövzum budur, alt standartıma nəzərən təlim nəticəmi təyin eləmişəm. Bəs mən Bax sizə bu nə qayda ilə demişəm ki? danışdım. Mən Hadi eynən deyirəm, yəni siz dediyinizi təsdiqlədi metodistinizdə. Bəs necə müəllim? Mən də sizə deyirəm ki, elə bir uşağa danışırsan. Hə, o müəllimə görə deyirəm ki, yəni ki 5Y modelindən Hə. danışmadım. Mən elə siz yapdığınızı danışdım, onu Yox, o deyirəm. 5Y indi çıxıb da, ay müəllimlər. O 5Y indi çıxıb, kitabların çox hələ gəlməyib. Onunla olmasa da olar. Müəllimlər elə bir dənə söz bilir. 5Y olmasa da olar. Yəni əsas odur ki, orada doğru düzgün təqdim etməniz olsun. Təqdim eləyə biləsiniz Müəllimə. icmalı. O 5Y-nin açıqlaması nədir? Elə birdən soruşarlar, heç olmuyor onu Maraq bilək. oyatmadır, araşdırmadır, möhkəmləndirmədir. Odur müəllimə. Elə həminki o köhnə o əvvəldən olandır. Sadəcə burada adını dəyişiblər. Hə biz orada motivasiya deyirik, burada da maraq oyatma deyir. Mənası var onun. Eyni şey deyil. Günarə müəllimə, bir şey soruşa bilərəm. Buyurun. Mən çıxdım, bir məşq elədim özüm üçün. Demək, şeirə qədər məndə 1 dəqiqə 27-28 saniyədir. Onlar şeiri işləndə yarımçıq kəsməzlər mənə elə gəlir, yoxsa yox? Şeiri də deyəndən sonra 1 dəqiqə 27 saniyə oldu. Yox, Şeir yox. bitirənə. Yox. Şeiri deyəməyə başlayanda 1 dəqiqə 27 saniyədir. Yox, axıra qədər deyirəm müəllimə, axıra qədər. Məsələn, onu sizə atdım. Birində oldu 1 dəqiqə 47-48 saniyə, indi siz atdığım 1 dəqiqə 52 saniyədir. Hə, dedim də Tamam, mən gördüm ki, artıqdır. Ona görə. Mən Ya bəlkə də kəsmədilər müəllimə. Qəşəng təqdim etməniz qəşəngdir, istəmirəm də heç şey eləmək. Ona görə qoy qalsın elə. Qismət. Yaxşı, oldu. İnşallah. Xeyir olsun. Yaxşı. Gəlsin Aytən Qədirova dərsdə. Bəli, müəllim, buradayım. Aytən müəllimə təqdim etmənizi eləyin. Yaxşı. Mən istəyirəm ki, görüntünü açım. Gülnarə Rövşən qızı ziyalı ailəsində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinə daxil olmuşam. 2002-ci ildə bakalavr səviyyəsində bu fakültəni uğurla bitirmişəm. Təhsil aldığım müddət ərzində Gənclər Təşkilatının aktiv üzvü olmuşam. Akademik və ictimai fəaliyyətlərdə aktiv iştirak etmişəm. 2002-ci ildə Quba rayon Zəhrab Əkbərov adına Xoşbala kənd tam orta məktəbinin fizika təyinatla, fizika müəllimi kimi təyinatla göndərilmişəm. 23 illik iş fəaliyyətimlə davam etdirirəm. Bu illərdə mən
pedaqoji bacarıqları inkişaf etdirmək, müxtəlif tədris metodlarını tətbiq etmək, şagirdlərimin fənnimə olan marağını üzə çıxarmağa səy göstərmişəm. 2025-ci ildə Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanında uğurla keçərək müsahibə mərhələsinə qatılmışam. Müəllimlik mənim üçün sadəcə bir peşə deyil. Bu həm böyük bir məsuliyyət, həm də sevgi hiss etdirən həyat tərzidir. Mən öz üzərimdə işləməyi, yenilikləri izləməyi, şagirdlərimin potensialını üzə çıxarmağa səy göstərirəm. Gələcək nəsillərə fizika tədrisini ötürməyə özümü məsul hiss edirəm. Çıxışımı Ulu Öndər Heydər Əliyevin kəlamı ilə bitirmək istəyirəm. Mən müəllim adından yüksək və şərəfli ad tanımıram. Diqqətinizə görə təşəkkürlər. Necə idi müəllimə? Qəşəng müəllimə. Qəşəng. Yəni belə danışıq tərziniz də qəşəngdir, ha. Səs timbriniz də Mən heç qəşəngdir. nəyə baxmadım müəllimə, amma bir yerdə özümü biraz qınadım. O elədim bir yerdə. Bizi Onu bir eləmir alın. də, elə o pisdir də. Müəllimə neçə dəfə mən öz-özümə danışmışam bunu. 1 dəqiqə 33-30 belə saniyə yaranır. Biraz Süper. sürətli danışıram mən. Hə, Asta super, danışdım. super. Müəllimlərin problemi elə o eləməkdir. Yəni o Bir yerdə olmasa, eləyirəm. Müəllimə ancaq bir yerdə eləyirəm, eləmirəm. hə, eləməyin. İcmalınızı təqdim eləyin müəllimə. İcmalımı müəllim mən həftənin 4-cü gün təqdim eləyəcəyəm. Hə, Mənim hələ sizin vaxtım vaxtınız, var. hə, var. Onda 4-cü gün. Bildim. Müəllimə mənim hələ vaxtım açıqlanmır ya ancaq. Çox müəllimin vaxtı açıqlanmayıb, müəllimə. Müəllimə siz məndə burada nəyi mənfiləri mənə deyin də, nəyi gördünüz? Siz mənfi axtarırsınız özünüzdə. Nə mənfi var görəm. Mənfiləri Məsələn, müəllimə Allah səni güldürsün, ay Gülnarə müəllimə. Müəllimə, əslində yaxşı bir şeydir o ki, yəni bilirsiniz, mən özüm də həmişə deyirəm ki, bax müəllim, yəni həmkarlarıma da olsun, nə olur olsun, mənə nöqsanlarımı deyil. Yəni əgər bir mən insan ən inkişaf gözəl etmək xoşuma gələn bir iş. Bəli. Elə insanlar var ki, onun nöqsanı demək qəbul etmir, onu özünə sığışdırmır. Amma məndə elə xarakter yoxdur. Mən xoşlayıram ki, kimsə mənə nöqsanımı desin. Çünki bir insan ki, inkişaf etmək istəyirsə, böyümək istəyirsə, daha da irəli getmək istəyirsə, o əvvəl nöqsanlarına baxmalıdır. Yəni o nöqsanı başa düşməyən, onu düzəltməyə çalışmayan insan heç vaxt irəli gedə bilməz. Yəni elə həmişə eyni nöqsanı eləyəcək. Ona görə də mən onu həmişə deyirəm ki, Mən elə bir xarakterə malikəm ki, mənfidən müsbət çıxarmalıyam. Yəni o mənfitsə, ondan bir müsbət nəticə çıxarım. Yəni o mənfini o müsbətə çevirmək lazımdır. Yəni o bir Bəli, insan ki, bax bir insan ki, o tənqidi təfəkkürlü insanlardadır o. Bir insan ki, səhv etdiyini anlayırsa və onu düzə çevirirsə, bax o cür insanlar, yəni həmişə irəli gedib inkişaf edə bilən. Yəni o bir də görsən bəzən baxırsan ki, səhv edib, bunu deyirsən, o deyir, "Yo, mən düzəm." Mən düzəm vəssalam. Yəni səhv etdiyini nə boynuna almır, nə də üstünə götürmür ki, nə də demir ki, "Hə, mən bunu etmişəm, düzə." Yəni o cür insanlar, yəni belə. Təşəkkürlər Gülnarə müəllimə. Növbəti dərsdə də icmallarınızı alacağam sizdən. İndi keçək Sevinç Məmmədova. Bəli, müəllimə, buyurun. Sevinç müəllimə, bugünkü suallardan sizə ünvanlayacağam. YouTube-da izah vermişəm əslində bugünkü sualların izahını. Amma sizdən də Dinləməmişəm, müəllimə. Hə, dinləməmisiniz, Məktəbdən lap təzə yaxşı. gəldim, baxa bilmədim. Elə dinləmədən mən verim ki, görüm hələ nə bilirsiniz. Bir də Sevinç müəllimə, hələ sizin dərsiniz davam eləyəcək. Sentyabrın 23-də bitəcək sizin dərsiniz. İnşallah ki, ona kimi də vaxtınız açıqlanar, canınız qurtarar. Yox, niyə xoşdur müəllimə? Can qurtarmaq yox, yük götürürlər üstümüzdən. Hə, əslində elə də müəllimə, hamımız yorulmuşuq. Mən də yorulmuşam, siz də yorulmusunuz. Deməli, axşam 20:00-da dərs olacaq. Bəli, 20:00-da dərs olacaq. Deməli, Sevinç müəllimə, bax bu gün belə bir sual verilibdi ki, formativ qiymətləndirmənin əhəmiyyəti nədir? Formativ qiymətləndirmə gündəlik aparılan qiymətləndirmədir. Formativ qiymətləndirmə inkişaf etdirici qiymətləndirmədir, öyrədici qiymətləndirmədir. Şagirdlərə deməli zəif və güclü tərəflərini müəyyən
Yox, bu diaqnostikdir. Deməli, öyrədicidir, gələcəyə aparandır, olduğu yerdən olacağı yerə aparan qiymətləndirmədir, summativ qiymətləndirməyə hazırlayan qiymətləndirmədir. Geriyə dönən qiymətləndirmədir eyni Geriyə zamanda. dönüşü olan qiymətləndirmədir və təlim nəticələrinin əldə olunmasına xidmət edən bir qiymətləndirmədir. Deyə bilərsiniz müəllimə, bəli. Bax, deyir ki, belə bir sual veriblər ki, valideyn gəlib deyir ki, mənim övladıma 5 ver, kəmiyyətlə qiymətləndir. Nə edəcəksiniz? Əgər valideyn gəlib, yəni ənənəvi qayda ilə, kəmiyyətlə istəyirsə qiyməti, mən ona izah edərəm ki, yəni rəy verməklə qiymətləndirmə, əgər mən ona 3 yazmışamsa, valideyn şagirdin hansı sahədə zəif olduğunu burada mən göstərilmir. Ancaq rəy verdikdə şagirdin həm müsbət cəhətin, həm də mənfi cəhətin qeyd etmiş oluruq və bilirik ki, hansı cəhətlər şagirddə zəifdir, hansı sahə zəifdir, nəyə görə bu cür qiymətləndirilib şagird. Bu cür qiymətləndirmənin əhəmiyyətini izah edərəm ki, başa salaram ona ki, kəmiyyətlə qiymətləndirmə düzgün deyil. Doğrudur müəllimə. Ümumiyyətlə biz ilin əvvəlində biz şagirdlərimizə biz valideynlərimizlə iclas keçirərək biz onlara bax bu ümumiyyətlə meyarlarımız haqqında da məlumat verməliyik ki, yəni biz meyarlara əsasən rəylər şəklində biz uşaqlarımızı qiymətləndiririk. Əgər deyək ki, şagirdlərdə məsələn motivə edici, onları stimullaşdırıcı hansısa bir vəziyyət olarsa, yəni onda da xırda məsələn hansısa bir stiker hədiyyəsi ilə eləyə bilərik, hansısa bir kiçik qələm, kiçik dəftər, belə bir hədiyyələrlə amma kəmiyyətlə qiymətləndirmə olmadığı üçün biz onu valideynə, yəni iclas keçirərək başa salmağa çalışmalıyıq ilin əvvəlində ki, valideyn onu bizdən tələb etməsin. Yaxşı, Sevinç müəllimə, belə bir sual soruşulub ki, yaxşı şagirdi sözlə ifadə edin. Bugün soruşulub. Yaxşı şagird, dərsinə məsuliyyətli şagird, davamlı olaraq dərsinə, necə deyim, davamiyyəti yerində olan şagird, sonra məsuliyyətli şagird, tapşırıqların yerinə yetirilməsində məsuliyyətli olsun, dərsinə məsuliyyətlə yanaşsın. Bu cür şagird. Doğrudur müəllimə, istəyə bilərsiniz. Müəllimə məsuliyyətli, nümunəvi, dürüst, aktiv, bacarıqlı, bax bu cür şagirdlər, məntiqli, zəkalı, bu cür şagirdlər haqqında biz yaxşı şagird haqqında bunları deyə bilərik müəllimə. Təlim nəticəsi nədir müəllimə? Təlim nəticəsi dərsin sonunda əldə olunan bilik və bacarıqların əvvəlcədən müəyyən edilməsi təlim nəticəsidir. Doğrudur müəllimə. Təşəkkürlər Sevinç müəllimə, çox sağ olun. Sonra Təlim gəlsin. nəticəsi də 6 standartdan çıxır. 6 standartın bilik hissəsindən mövzu, bacarıq hissəsindən təlim nəticəsi çıxarılır. Aha. Yəni 6 standart 2 hissədən ibarətdir. Bilik və bacarıq hissə. Yəni o şagirdin o fəaliyyət göstərdiyi hissə bacarıqdır. Məsələn, mən ona bir dənə nümunə deyim, sizin üçün aydın olsun. Məsələn, nitq hissələrini fərqləndirir mənim təlim nəticəmdə, elə deyilmi? Nitq hissələri bilik hissə, fərqləndirir fəaliyyət hissə. Deməli, mövzumuz müəllimə bilik hissədən çıxır. Nəticə də Göstərdiyi o fəaliyyət də o sonluqdakı o feildən çıxır. Fərqləndirir bacarıq hissəsi, fəaliyyətidir. Hə. Nitq hissələri də bilik hissədir. Bəli, bax onu elə deyirik müəllimə. İndi mən öz kəndimə inteqrasiya elədim, siz də onu elə eləyə bilərsiniz. çox sağ olun. Sonra siz də sağ olun. Kamilə Nağıyeva burada. Bəli, müəllimə, buradayam.